Bugünkü video dərsimdə sizlərə Bakı Slavyan Universitetinin tələbələri üçün müasir İKT, informasiya texnologiyaları və təhsildə İKT fənlərindən imtahan üzrə düşə biləcək suallara aid ümumi nümunələrlə məsələ tiplərini izah edəcəm. Gəlin birinci məsələdən etibarən başlayaq. Oxuyuruq, birinci məsələni səsləndiririk. Deməli, birinci məsələdə bizə deyir ki, dostlar, printerin çap sürəti saniyədə 2 kilobaytdır. Deməli, 1 saniyə bərabərdir yazırsınız 2 kilobayt. Sonra gəlirik. Əgər hər səhifədə 64 sətr, deməli 64 sətr, 48 simvol və 30 səhifə. İndi isə deyir, bu çap üçün nə qədər, neçə saniyə vaxt lazım olacaq. Deməli, ümumi mən burada həcm tapmalıyam. Yəni 64-ü vururam 48-ə, vururam 30-a baytla. Amma mənə bunun kilobayta çevirməsi lazımdır. Yəni mən bunu 1024-ə bölməliyəm. Dostlar, mən bunun ən rahat üsulu 206, 16 vur bunu 3 yazaram 48-in yerinə, 30 hələlik dursun. 1024-ün isə yerinə 210 yazaram. Siz də bilirsiniz ki, 16 da bizdə nədir uşaqlar? 204. 206, 204, 210-dan getdi. Qaldı bizdə 90 kilobayt. Yazıram, tənasübümü qururam. 1 saniyədə tire 2 kilobaytdırsa 90 kilobaytı yazacağım x saniyə və salam x bərabərdir 1 bölü 90 böl 2, bu isə bizə verəcək 45 saniyə. Gəldi ikinci suala. Deyir ki, dostlar, deməli, qovluqda yerləşən faylların birlikdə həcmi, deməli, yazdım ikinci məsələdə, həcm ümumi. Möhtəzədə də yanında yazıram, yəni ümumi. 15 megabayt. Bunu yazdıq. Aha. Video fayl. Nə qədərdir uşaqlar? Deyir ki, video faylı da 7,5 megabaytlıqdır. Aha. Audio fayl. Bu isə uşaqlar 3584 kilobaytdır. Aha. Bu ikisi silinib. Qalan həcm sual kilobayt bərabərdir. Həlli üçün uşaqlar, birinci 15 megabaytdan mən 7,5 megabayt silinənin birincisini çıxacağım. Yəni video faylı çıxacağım. Burada qaldı 7,5 megabayt. Gəlin 3584 kilobaytı 1024-ə bölüb, onun da 3,5 megabayt olduğunu yazaq. 7,5 qalmışdı axırıncı həcmim. Ondan da bu 3,5 megabaytı çıxandan sonra mənim ümumi həcmim qaldı 4 megabayt. 4 megabayt isə kilobayta çevirmək üçün vururam 1024-ə. Bu isə 4096 kilobayt edər. Üçüncü məsələmizə gəlin baxaq. Üçüncüdə bizə deyir uşaqlar. 1 terabaytın 128-də 1 hissəsi. Deməli, bərabərdir sual kilobayt. Ən gözəl həll üsulu 1 terabaytı kilobayta çevirməkdir. Biz də bilirik ki, bu bizdə 230 kilobaytdır. Onda 230 vurulsun, 1 bölünsün 128 yazarsınız. Bu 230, bu isə 207 deməkdir. 223 kilobayt. B bəndində megabaytın, 1 megabaytın 4də 1 hissəsi bərabərdir sual kilobayt. 1 megabayt aşağıdan yazırsınız ki 210 kilobaytdır. Aha. Deməli, onda 210 kilobayt vurulsun 4də 1. Bu isə 210. 4-ün yerinə 202 yazırsınız. Bu isə 208 kilobayt edər. Aha. C bəndi. Gəlin baxaq. Megabaytın, 1 megabaytın 2də 1 hissəsində bərabərdir sual bayt. Dostlar, 1 megabaytın biz də bilirik nədir? 220 bayt. Onda 220 vurulsun 2də 1, bu isə 219 bayt edər. D bəndinə baxırıq. 288 bayt bizə verib sual kilobayt. Siz bilirsiniz ki, 1 kilobaytım 210 baytdır. Onda 288-i bölərəm 210-a. 278 kilobayt. Getdik.
Çalışma 4. Çalışma 4'ün şərti çox uzundur. Amma ki, bu yeni tipli magistr qəbul imtahanlarında da düşür uşaqlar. Ümumən də bizə çox lazımlı sual tiplərindən biridir. Deməli, diskin disk həcmi 40 GB. Aha. Birinci, 6 GB-lıq 3 ədəd qrafik fayl. İkinci, 5120 MB-lıq 2 ədəd audio fayl. Bu ikisi nə olub dostlar? Silinib. Qəşəng yazıram. Bunu belə buradan da yazıram, silinib. Gəlin baxaq. İndi 6 GB 3 dənə olduğuna görə bu elədi 18 GB. Sonra 5120 MB-ı da GB-a çevirsək, 5120-ni bilirsiniz uşaqlar, bölürük 1024-ə. Bu olur 5 GB. Bu 5 GB-lıq fayldan da 2 dənə idi. 5 GB vurulsun 2. Bu da eləyir 10 GB. İndi baxın uşaqlar. 18 GB və bu 10 GB. 18 GB üstə gələ 10 GB eləyir 28 GB. Bizə nə demişdi? Silinib. Onda 40 GB-dan çıxırıq 28 GB-ı. Bu da eləyir 12 GB. Hesablama səhvi eləmədim uşaqlar. Bir dənə baxaq. Yox, eləməmişəm. 1024-ə böldük 5 dənə, 10 dənə düppədüz. Aha, indi gəlib baxaq. Deməli, 12 GB-lıq mənim həcmim qaldı. Üçüncü bəndə gəlib baxıram ki, dostlar, deyir ki, 3072 kilobaytlıq 16 ədəd mətn faylı, sonra isə 2000 megabaytlıq uşaqlar bir ədəd video faylı yazılıb. İndi gəlin baxaq. Onda 3072 kilobaytı mən vurmalıyam 16-ya. Bu 3 vurulsun 1024 kilobaytdır. Bu isə 204-dür. İndi gəlin. Bunu mən nəyə çevirməliyəm uşaqlar? Gigabayta. Daha doğrusu gəlin megabayta çevirək, ən rahat olsun. Deməli, onda 3 vurulsun 1024 vurulsun 204-ü. Mən böləcəm ki 1024-ə getsin. Burada 16. Bu qaldı 48 megabayt. Bu belə çevrildi. İndi dostlar 2000 megabayt da burada idi. Yəni video faylım idi. Gəlin baxaq. Onda 48 megabayt. Üstə gələ 2000 megabayt. Bu elədi 2048 megabayt. Mən bunu da gigabayta çevirsəm, bölməliyəm 1024-ə. Bu isə eləyir 2 gigabayt. Bunun haqqında nə yazmışdıq dostlar? Yazmışdıq ki, yazılıb. Axırıncı bizim həcmimiz nə qədər qalmışdı? 12 gigabayt. 12 gigabayt üstə gəl 2 gigabayt bərabərdir 14 gigabayt. Deməli, həcmimiz oldu 14 gigabayt. İndi baxın, burada bizdə bitlə çevirin deyir. Onda 14 gigabaytı bitə çevirmək üçün vurmalıyıq. Deməli, biz qayıtsaq, megabaytımız var, kilobaytın 233-ə vurmalıyıq. 233 bit. Aha, bu da onda mən bunu belə yazıram. 7 vurulsun 234 bit. 5-ci məsələyə gəlin baxaq. Məsələ 5. Aha. 2 terabayt üstə gəl 250 gigabayt, sual gigabayt. Gəlin baxaq. 2 terabaytı gigabayta gətirəcəm. 2 vurulsun 1024 gigabayt. Bu elədi 2048 gigabayt. Onda belə oldu. 2048 gigabayt üstə gəl 250 gigabayt. Bu isə 2298 gigabayta bərabər olar. B bəndinə baxaq. Bu A bəndi idi. 1 kilobayt 52 bayt çıxılsın 150 bayt üstə gəlinsin 192 bit bərabərdir sual bayt. Dostlar, cavab vahidim baytla olduğu üçün bayt olmayan bütün vahidlərimi bayta gətirəcəm. Yəni, baxın, gəlib baxıram. Bu bayt deyil, bayta gəlməlidir. Sonra 2 bayt deyil. Bir də bu 192 bit. Gəlin bunların çevirməsini həyata keçirdik. Çevirəm.
1 kilobaytım neçə baytdır? 1 vurulsun 1024. Bu oldu 1024 bayt. Sonra gəldim. 192 biti bayta çevirmək üçün 8-ə bölürəm. 2, 24 bayt. Onda 1024 bayt üstə gələk 52 bayt çıx 150 bayt üstə gələk 24 bayt bərabərdir. 1070 bura qədər bizə verdi 1076. Daha doğrusu gəlin rahat üstündən hesablayayım. Mən belə hesablayayım. 1024 ilə 24 1048 1150 çıxdıq 950 bayt. C bəndinə baxaq. 1 kilobayt 72 bayt üstə gələk 4 kilobayt bərabərdir sual bayt. Yenə baxın. Kilobayt olmayanlarımı gətirərəm və yaxud da belə deyim, toplayaram bu baxın. 1 kilobayt 72 bayt üstə gəl 4 kilobayt. Mən bunu yazaram. 5 kilobayt 72 bayt. 5 kilobaytı bayta gətirmək üçün 5 kilobaytın bərabərdir. 5 vurulsun 1024 bayt. Bu elədir 5120 bayt. Onda 5120 bayt üstə gəlinsin 72 bayt. 5192 bayt. Aha. D bəndinə baxırıq. 26 megabaytı bölmək lazımdır. 4 megabaytlıq. Bu da eləyir dostlar. 6,5 hardasa. Bunda uşaqlar 6,5-dirsə biz bunu 7 dənə qrafik faylda yerləşdirmək olar. 7 qrafik fayl götürəcək. Aydın oldu? Çünki belə deyim 0,5 hissəsini yerə qoya bilmirik. 6-cı məsələ. 700 megabaytlıq deməli CD diskdir. Deyir ki, bura 8192 kilobaytlıq audio fayl. 2 dənə video fayl yazıblar. Deməli uşaqlar 8192-ni mən bölərəm 1024-ə, çevirərəm bu olar 8 megabayt. 2 vurulsun 150 də olar 300 megabayt. Toplayıram 8 megabayt, üstə gəl 300 megabayt. Nə elədir? 308 megabayt. 700 megabaytdan 308-in bu tutubsa, nə qalıb bizdə? 392 megabayt boş sahə. Getdik növbəti sualın izahına. 7. Gəlin baxaq. Deyir ki, yaddaşda mətin, qrafik və audio informasiyalardan ibarət 20 kilobayt informasiya var. Yəni, mətin və qrafik və deməli uşaqlar yazırıq audio, bunlar birlikdə 20 kilobayt informasiya bir yerdə təşkil edir. Aha, deməli, 5 kilobaytlıq audio, 5632 baytlıq qrafik, 4608 baytlıq mətin tipli informasiya silinib. Aha. Onda dostlar 5632 bayt üstə gələk 4608 bayt. Bu isə mənə verər 9240. Daha doğrusu 10240 bayt. 10240 baytı da gətirəcəm kilobayta. Onda 10240-ı 1024-də bölürəm. Bu oldu 10 kilobayt. 5 kilobayt da audiom var idi axı. 5 kilobayt üstə gələk 10 kilobayt. Bu elədir 15 kilobayt. 20 kilobaytın içindən 15 kilobaytı yoxdursa qaldı 5 kilobayt həcm. 8-ci sualın izahına baxaq. Deməli, dostlar, ASCII standartında yığılmış faylın tutumu. Faylın tutumu yazıram. 600 kilobayt. Aha. Orta hesabla hər sətr 16 sətr var. Sətr sayı 16. Sonra
simvol sayı tiri 128 məndən soruşur. Səhifə sayı. Səhifə sayı tiri sual. Deməli onda səhifə sayını tapmaq üçün qaydamı yazıram. Həcm bölünsün, sətir vurulsun, simvol. Onda 600 kilobayt bölünsün, 16 vurulsun, 128 yazmalıyıq. 600 kilobaytımda 600 vurulsun, 210 bayt deməkdir. 16'nın yerinə 204, 207 yaza bilirəm. Onda bu hissəm məndə 211 eləyir uşaqlar. 211-dən 210 getdi 2, 600 bölünsün 2 eləyir 300 səhifə. Uşaqlar, imtahanda bizim universitetin tələbələrinin ən çox etdiyi səhvlərdən biri. Bu cürlə 300 səhifə tapandan sonra götürüb yazırsınız yanına 300 bayt, nə bilim kilobayt, megabayt belə şeylər yazırlar tələbələr. Ay uşaqlar, bir dənə bunu yadınızda saxlayın ki, bu səhifədir. Səhifənin ölçüsü, yəni biz bunu vərəqləyib sayırıq. Yəni burada megabayt, bayt, kilobayt kimi vahidləri yazmağa ehtiyac yoxdur. 9-cu sual getdik. Aha, 25% arxivləşdi. Oldu nə qədər? 12 megabayt. Aha, öncəki tutumu neçə megabayt idi? Uşaqlar, mən faylı başlanğıcda 100% götürürəm. Mən 100%-i 25% arxivləşdirmişəmsə, onda 75% qalır. Onda 100% faylıma deyəcəm x, 75% faylıma deyəcəmsə 12 megabayt. Və salam x bərabərdir. 100 vur 12 böl 75, 3, 16 megabayt. 10-cu sual. 10-cu sual da maraqlı məsələdir. Bu il yeni tipli magistr jurnallarına götürdüyüm məsələ tiplərindən biridir. Deməli, dostlar, deyir ki, təqdim edilmiş şərtləri diqqətlə oxuyun və burada verilmiş məlumatlardan istifadə edərək ABC bəndlərini yerinə yetirin. Gəlin edək. Deyir ki, printerin çap sürəti 1 saniyədə 2 kilobayt. Deməli, 1 saniyədə 2 kilobayt. Bu oldu nəyimiz? Çap sürəti. Aha. Sonra səhifə sayı 50, sətir 64, simvol 32. Aha. İndi A bəndində nə deyir? 50 səhifə, yəni bu qədərin vaxtı üçün nə qədər? Onda B bərabərdir. 50 vur 64 vur 32. Yenə mən bu baytla olduğu üçün 200'ü 10'a bölüb uşaqlar çevirirəm kilobayta. Onda 50 vurulsun, bu 200'ü 6'dır uşaqlar. Bu da 200'ü 5'dir. Bu da 200'ü 10'dur. Baxsanız, bu sizə nə verir ay uşaqlar? 200'ü 11. Onda bununla bu getdi. Burada qaldı 2. Bu oldu 100 kilobayt. 1 saniyədə deməli 2 kilobayt çıxardan printer 100 kilobayt üçün x-dirsə, x bərabərdir 50 saniyə alacaqsınız. Gəlin baxaq B bəndinə. B bəndində deyir, faylın həcmi neçə kilobaytdır? Fayl həcmi hesabladıq. Həcmi bərabərdir 100 kilobayt. C bəndi faylın ümumi Unicode standartı ilə yazılmış, deməli, Unicode dediyinə görə, deməli, başqa bir fayl Unicode'da 16 sətirli 128 simvol və 4 səhifəli bir sənədim var. Gəlin bunun indi həcmini tapaq. Onda V bərabərdir. Unicode dediyi üçün 2'yə vur 16, vur 128, vur 4. Gəlin indi bunu bayta çevirək. Kilobayta çevir. 2 vur 2'si 4, vurulsun 2'si 7, vurulsun 2'si 2. Deməli 2'si 10'a bölməliyəm. Gəlin baxın. 2'si 4, 2'si 7, 2'si 10'dan getdi, qaldı 2. Bu da oldu nə uşaqlar? 2 vur 2, vur 2. 16 kilobayt. O da 100 kilobayt idi. 100 kilobaytdan 16 kilobaytı çıxsa 84 kilobayt çox olar. 11-ci məsələ. Gəlin baxaq. Qovluğun ümumi həcmi 8 megabaytdır. Yazdıq.
Aha. Mətin faylı. Şəkil faylı. Aha. Səs faylı. Bunlar üçü də silindi. İndi gəlin baxaq. Deməli, baxın uşaqlar, 3072 kilobaytı gətirəcəm megabayta, bölürəm 1024-ə. Bu oldu 3 megabayt. 4096 kilobaytda gətirəcəm birinci. Daha doğrusu, əstəğfurullah, bu baytla verilib. Böləcəm 4096-nı 1024-ə uşaqlar. Bu olacaq 4 kilobayt. Qalsın hələlik bu bir yerində. İndi gəlin baxaq. Deməli, 8 megabaytdan uşaqlar 3 megabaytda çıxacam. Yəni, mətin faylında həcmi çıxacam. Çıxacam və 4 megabaytı da çıxacam. Yəni, şəkil faylında həcmi çıxacam. Qalacaq 1 megabayt. İndi 1 megabaytdan, axırda nə qalıb məndə? Deməli, 4 kilobaytlıq, yəni 4096 baytıdır səs faylı. İndi bunları bir-birinə çıxmaq üçün megabaytda gətirəcəm. Bu 1024 kilobaytı, 4 kilobayta çıxdıq, 1020 kilobayt həcm qalar. Getdik 12-ci sualın həllinə. Qovluqda 15 megabaytlıq qovluğun, deməli, qovluqdakı fayllar 15 megabayt, 3 səs faylı, 4 eyni həcmli video fayl, 3 eyni həcmli qrafik fayl. Deməli, indi gəlin baxaq. Burada bizə əlavə məlumat verir. Deməli, video faylların hər birinin yaddaşı, yəni bu video faylın bir dənəsi bərabərdir 1536 kilobayta. Bunu yazdıq. Sonra səs fayllarının hər birinin, səs faylları haradaydı? Burada. Yəni, bir dənəsi 2048 kilobaytdır. İndi gəlin keçək hesablamalarımıza. Deməli, uşaqlar, 2048 kilobayt bizdə nəyə bərabərdir uşaqlar? 2 megabayta. Bundan neçə dənədir uşaqlar? 3 dənə. 3 vurulsun 2 megabayt, 6 megabayt. Bu elədir. 15 megabaytdan birinci bunu çıxdım 6 megabaytı, elədi 9 megabayt. Bu birinci. Yəni səs faylını çıxdıq burada. İndi gəlin 1536 kilobayt bölürəm 1024-ə. Bu isə 1/5 mənə megabayt verir. Bundan neçə dənə dostlar? 4 dənə. 1/5 megabayt vurulsun 4, 6 megabayt. 9 megabayt axırıncı qalan həcmim idi. Bundan 6 megabaytı çıxdım, qaldı 3 megabayt. Bu 3 megabaytda 3 dənə eyni həcmli qrafik fayla bölünüb. Onda 3 megabayt bölünsün 3 bərabərdir 1 megabayt. Bir qrafik faylın həcmi. Aydın oldu. Getdik. Dostlar, gəldik 13-cü məsələyə. Burada uşaqlar sizdən kilobaytla istəyib. Mən 1 megabayt tapdım. Bunu da yazarsınız ki, 1024 kilobaytdır. Yəni, bir dənəsi 1024 kilobaytdır. Eyni şeydir. 13-cü məsələ. 64 simvollu əlifba. 64 simvollu əlifba deyirsə, bunu 206 şəklində yazıram. Onda bir simvol nəyə bərabər olur uşaqlar? 6 bitə. İndi mətn 2048 simvoldan ibarətdirsə, onu vuracaq 6-ya. Bu da eləyəcək bitlə. Amma mən bunu, yəni kilobayta çevirmək üçün, deməli, bu uşaqlar bizdə 211 vurulsun 6 bitdir. Bunu mən 203-ə bölüb çevirəcəm birinci bayta. Onda məndə burada qalır 208 vurulsun 6 bayt. Kilobayta çevirmək üçün 210-a böləcəm. Bu isə məndə eləyəcək uşaqlar. Burada 202, burada qaldı 4.
6 bölünsün 4 kilobayt. Bu da başqa cürə 1.5 kilobayt deməkdir. Getdik 14-cü məsələnin həllinə. 14. 2 megabayt neçə baytdır? Mən bunu 220-yə vuraram. 221 bayt. 4 gigabayt neçə baytdır? 4 vurulsun 230. Bu isə 232 bayt deməkdir. 233 bit neçə megabaytdır? 223-ə bölərsiniz. 210 megabayt. İndi gəlin bu proses mən sizə öyrədəcəm ki, necə rahat mən eləyirəm avtomatik. 32 gigabayt neçə kilobaytdır? Vurarıq deməli megabayt, kilobayt 220-yə 225 kilobayt. Gəlin baxaq, bunu burada bir izah edeyim sizlər üçün. Mən bunu uşaqlar belə bir diaqram qururam. Yadınızda qalsın. Bu çox lazımlı bir diaqramdır. Bit, bayt, kilo. Yazaram buna kilobayt, buna yazıram megabayt, buna yazıram gigabayt, buna yazıram terabayt. Və keçidlərimi qoyuram. Mən bitdən bayta keçəndə uşaqlar, mən bunu bölməliyəm 203-ə. Amma qalan hamısında 210-dur. Baxın. Mən baytdan bitə keçəndə böyükdən kiçiyə keçdiyim üçün 203-ə vuracam. Amma burada da bir dənə bu keçiddə 203-dür, qalan hamısı 210-dur. Deməli onda dostlar, baxın məsələn, elə bir dənə məsələn bu gigabaytdan kilobayta gələn yol. Baxın bu mənim gigabaytım, bu isə mənim kilobaytım. Uşaqlar, fikir verin. Buradan bura gələnə qədər neçə dənə keçib baxın. 210, 210. Bu isə bizə nə verdi? 220. Onda mən 32-ni deməli nəyə vurmalıyam? 220-yə. Aydın oldu yəqin ki, hər birinizə bununla bağlı sırf adını bir dərs sizin üçün hazırlayaram ki, faydalana biləsiniz. 15-ci məsələni qısa yol birini izah edəcəm uşaqlar. Qalanların hər birində dediyim qaydanı tətbiq eləyərək hesablama apara bilərsiniz. Gəlin baxaq uşaqlar. Deməli, Bakı Slavyan Universiteti ifadəsi verilib. Gəlin deyişək. Bakı Slavyan Universiteti. Baxın uşaqlar, Bakı sözü 4 simvoldur. Bunu bilirsiniz. Slavyan sözü 7 simvoldur. Univer 6, site 4, 10. Bu da 12 simvol. Lakin uşaqlar, siz unutmayın ki, aradakı bu boşluqlarımız da simvol sayılır. 10-da 4 üstə gəl, 7 üstə gəl, 12. Üzərinə də 2 boşluğu gələcəm. Olacaq 25 simvol. Nöqtə qoyulsa, nöqtəni də sayardım. Vergül qoyulsa, vergül də sayardım. Aydın oldu uşaqlar. İndi gələk keçək. Simvol sayı deməli oldu 25. ASC-də bir simvol uşaqlar 8 bit deməkdir. Bu məndə ASC oldu. Onda 25 vurulsun 8 olur 200 bit. Unicode-da uşaqlar bir simvol 16 bit deməkdir. Yenə bax yazıram mən yanında Unicode. Onda 25 vurulsun 16, bu sizə verir 400 bit. İndi dostlar, gəlin baxaq. 64 simvolluq əlifbanı mən sizə bayaq hesablamağı öyrətmişdim. 206, onda burada bir simvol nə tutur? 6 bit. Onda 25 vurulsun 6 bərabərdir 150 bit. Videomu bəyənməyi unutmayın, dostlarınıza paylaşın. Hər birinizə xoş seyirlər, imtahanda uğurlar. Qalan məsələlərin həllini isə növbəti videoda gözləyin.